Hər gün Allahdan özümüz xahiş edirik ki, ilahi bizi doğru yola yönəlt. Hər gün dəfələrlə Allahdan bunu istəyirik. Allah da öz istəyimizə uyğun ki, biz Allahdan hidayət istəyirik, ona uyğun da bizim qarşımıza müxtəlif hadisələr çıxardır. Ona görə deyiblər, başınıza gələn hadisələrə görə gileylənməyin. Özünüz deyirsiniz ki, bizi doğru yola yönəlt. Hidayət elə, hidayətin yolunu da mən bilirəm hansı yolla. Buradan deyirsən, məni hidayət elə, buradan qarşıya çıxan hadisəyə etiraz edirsən. İstəmək nədir, etiraz eləmək nədir? Ona görə də bu məhfumun həqiqətini istəyirəm araşdıraq. Hidayətin xüsusi qaydaları var. Gərək bilək. İxlas, Hidayət nədir? Hidayəti tanıyıb tanıtdırmalıyıq bugün. Bu elə məhfumlardandır ki, sizi inandırım ki, əgər biz bu məhfumu düz başa düşsək, bizim həyatımız islah olar. Bizim dualarımız islah olar. Bəzən biz səhv dualar eləyirik, ona görə dualarımız qəbul olmur. Biz səhv bəzən dua eləyirik, duanın üzr istəyirəm mənası budur ki, ilahi bizi insan hesab eləmə. Biz insan olduğumuzu unuduruq və nələrisə Allahdan istəyirik, amma duanın həqiqəti budur ki, əslində biz Allaha deyirik ki, bizdən insan kimi davranma. Duanın yanlışlığının səbəbi budur ki, biz hidayətdən xəbərimiz yoxdur. Əgər biz bilsək Allah bəndəsi ilə necə davranır, onun necə hidayət eləyir, biz bəzi duaları heç eləmərik ki, onun qəbuluna da intizarımız olsun, gözləyək ki, o qəbul olsun. Bəzən biz baxırıq, görürük ki, batil əqidələr insanları oğurlayıb aparır, səhv yollara yönəldir. Biz öz-özümüzə fikirləşirik ki, bəs Allah niyə belə eləmir? Allah da cəmaatı oğurlasın, doğru yola yönəltsin. Allah görürük, başqa cür davranır. Quranda şeytan deyir, mən bunları oğurlayıb cəhənnəmə aparacam. Allah deyir, nəyi oğurlaya bilsən, halal xoşun, sənin olsun. Etirazım yoxdur. Oğurlaya bilirsən, oğurla, apar. Mən kərim Allaham, xəsis deyiləm. Hansılarını apara bildin, apar. Şeytan və şeytanın yaratdığı məktəblər insanları insan saymır. Əsir eləyib aparır. Bizim bəzən intizarımız budur ki, Allah da belə davransın insanlarla. Allah istəmir insanları əsir eləyib cənnətə aparsın. Allahın məntiqində bu yoxdur. Ona görə bəzən zahirən baxırıq, belə deyək, nəuzubillah, elə bilirik ki, Allah şeytana uduzur təbliğatda. Belə bir təsəvvür yaranır. Bəzən baxırıq ki, dinimiz elə bil ki, uduzur. Əlbəttə, mən bunu əvvəlcədən deyim ki, öz səhvlərimizi dinin üstünə yıxmayaq, o başqa mövzudur. Amma bəzən dinin özü düz təbliğ olunanda belə, doğru təbliğ olunanda belə, baxırsan, görürsən ki, din elə bil ki, uduzur. O biri məktəblər daha zirəyindir, daha tez apara bilir insanları, din o cür apara bilmir. Çünki din onların elədiyini eləmək istəmir, insanla elə davranmaq istəmir. Dinin məntiqi budur ki, insanları zorla, hilə ilə, kələ ilə cənnətə aparmaq olmaz. Bu qaydanı din qəbul eləmir. Zəlalət proqramı ilə hidayət proqramı arasında fərq var. Zəlalət budur ki, insanları nə yolla olur olsun oğurlayım aparım. Görürük bunu. Dünyada bugün kifayət qədər misallar çəkmək olar. Hidayət və zəlalət fərqli anlayışlardır. Allah Quranda demir ki, Allah sizi cənnətə hidayət eləyir, şeytan cəhənnəmə. Hidayət hörmətli kəlmədir. Şeytan barədə o sözü Allah işlətmir. Hidayət budur ki, əvvəl gözü aç, Allahın məntiqi budur. Gözü aç, düşün, bax, gör istəyirsənsə gəl bu yolu, istəmirsənsə gəlmə. Xoşluqla, hörmətlə danışır Allah insanla. Gözü aç, bax, seç, axtar, araşdır, ağlığa batır, mən gözləyirəm, ağlığa batır, ağlın qəbul eləyir, istəyirsən, könül xoşluğu ilə gəl Allaha tərəf. Bu belə dəvət eləyir. Amma o birisi neyinir, o biri gözü bağlayır. Deyib, baxma, düşünmə, nə qədər bacardım, tez ovlayım səni, fürsət vermir düşünməyə. Bir meyl tapır sənin içində, meyl, o meyldən tutur çəkir səni. Özün də bilmədən gedirsən ona tərəf. O fürsət vermir düşünməyə. Başqa məktəblərin çoxu, yəni şeytani məktəb nəzərdə tuturam. Onlar düşüncənin qənimidir, düşüncə ilə düşməndilər. Bütün proqramları da budur ki, düşünməyə imkan verməsinlər. İnsanları tez ovlaya bilsinlər.
Mənim sözüm bilirsiniz nədir? Biz gərək əvvəl diqqət eləməyək ki, kim bizi hara çağırır? Mənim mövzum budur. Allah nəyə çağırır, şeytan nəyə çağırır? Biz buna baxaq ki, hansı üsullarla çağırır? Hidayət mövzusu bu deməkdir. Allah hansı üsullarla dəvət eləyir, şeytan hansı üsullarla dəvət eləyir? Bunu təhlil eləyək. Allah nəyə dəvət eləyir, şeytan nəyə dəvət eləyir? Bu başqa mövzudur, buna toxunmaq istəmirəm. Hələ yaxşıya dəvət eləyir, pisə dəvət eləyir, onu toxunmaq istəmirəm. Necə dəvət eləyir? Allah necə çağırır, şeytan necə çağırır? Bəhsimiz bu dəvətin necəliyindədir. Məsələ bundadır ki, İslamın bugün, dinin bugün dünyaya dediyi söz budur ki, qeyri-ilahi məktəblər insanla insan kimi davranmır. Günaha çağırır, fəsada çağırır, o başqa mövzudur. Necə çağırır, hansı üsullarla çağırır? Allah buyurur ki, insanla gərək hörmətlə davranasan. Özü də hörmətlə davranır. Bizi sırf təşviq eləmir. Bəzi İslami məktəblər də var, onlardan öyrəniblər dəvəti. Biz də elə bilirik ki, onlar yaxşı, zirəndilər, deyirik gərək biz də bu şəkildə dəvət eləyək. Hərçənd ki, dəvətin yolu səhvdir. Baxaq görək Allah necə dəvət eləyir insanları. Allah sırf təşviq eləmir, fikir versiniz Qurana. Ki, başını Allah ancaq yaxşı şeylərdən danış, cənnətdən danış, rəhmətdən danış, apar insanları haqqa tərəf. Quran bu yolla getmir. Quran gah eşqdən danışır, haldan danışır, gah elə bil ki, özü o halı dağıdır. Gah rəhmətdən danışır, arxası isə qəzəbdən danışır. Quran hidayət kitabıdır. Gah ümid verir adama, gah qorxu verir. Gah təbşir, müjdə vermə, gah inzar, qorxutma. Bunlar bir-birini əvəz eləyir. Quran belə eləmir ki, gəl şirin-şirin sözlər danışaq, cəmaat gəlsin dinin yoluna, sonra hələ danışarıq ki, ortada cəhənnəm də var. Çətinliklər də çıxar qabağına, birdən ayılar ki, məni allatdılar. Mənə heç bunu əvvəldən deməmişdilər. Quran hidayət kitabıdır, yalan danışmır insanlarla. Hər şey olduğu kimi deyir. Deyir, bax, bu haqq, bu batil. Bu düz, bu səhv. Seç, əvvəldən ağılla bağlan, birdən yarıda ayılmayasan ki, məni allatdılar. Necə var, elə deyirəm sənə. Düzdür, gözəl üslubla dəvət edir insanları. Biz də deyirik ki, insanları dindən gərək iyrəndirməyəsən, doğru yolla dəvət eləyəsən. Onu yenə də təkrar edirik, amma hər şey olduğu kimi deyəsən. Təbliğat hiylə həddinə gərək çatmaya, kələk həddinə gərək çatmaya. Rahatlığın, asanlığın hamısını əvvəldə bildirəsən insanlara. Çünki Quran istəyir biz düşüncə ilə haqqa bağlanaq, ağılla bağlanaq, bizə hörmət eləyir. Allah deyir, siz uşaq deyirsiniz ki, mən sizi pişirməklə çəkim doğru yola tərəf. Quranın mövzusu insandırsa, insan şəxsiyyətdir. Allah insandan şəxsiyyət kimi davranır. Niyə Əleyhisselamın adını Quranda çəkməyib? Bu sualı mənə hərdən çox tez-tez verirlər şəxsən mənə. Ki Allah bu qədər mühüm mövzu demirsiniz, vilayət mövzusu. Deyirsiniz ki, bu dinin sütunudur və Allah bir ayədə deyərdi ki, ay insanlar, Peyğəmbərdən sonra Əli sizin imamınızdır. Niyə deməyib? Çünki Quran hidayət kitabıdır. İstəyir desin ki, özün tap, düşün, bax. Ax, sən uşaq deyirsən, hər şey ovucunun içinə qoyalar. Özün düşün, sənə düşüncə verilib. Səni şəxsiyyət hesab eləyirəm. İmamət, vilayət kim buna layiqdir? Özün axtar, araşdır, bax. İşarə eləyir. Ətiyullah və ətiyur rəsul və ulil əmri minkum. Ya eyyuhəl-ləzina amanu. Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və əmr sahiblərinə itaət eləyin. Bu əmr sahiblərinin əvəzində yazardın Əli və onun övladları. Niyə yazmırsan? Çünki deyir ki, git özün müəyyən elə gör. Əmr sahibi kimdir? Sən insansan. Sənə ağıl verilib, düşüncə verilib. Axı Peyğəmbərin adını çəkir, onu çəkməyə bilməz. Çünki Quran bu Peyğəmbərə nazil olub. Və onu tapmaq da o qədər çətin məsələ deyil. Amma burada bir qədər iş qarışıb, vəziyyət qarışıb deyə Allah deyir, özün tap. Bu axtarmaq məsələsində xeyli təkamül eləyəcəksən. Xeyli proseslər baş verəcək sənin içində. Axtar, araşdır, öyrən, gör kim bu tələblərə cavab verir. Ulil əmri minkum kimdir? Əmr sahibi kimdir? Bunun məntiqi nədir? O kimdir ki, onun adı Allah və Peyğəmbərin adından sonra gəlir? Əgər imamət məntiqi olmasa, bu ayəni izah eləmək mümkünsüzdür. Ona görə bəziləri avara qalıb, deyirlər, Yezid əmr sahibi idi, Hüseyin ona qarşı çıxdı. Başa düşə bilmirlər.
Allah işarə ilə, rəmzlə danışır Quranda. Bir çox mətləbləri açıq demir. Çünki insan şəxsiyyətdir. Bu sonuncu kitabdır. Bəşəriyyətin təkamül dövründə nazil olub bu kitab. Düşüncəyə dəvət eləyir bizi. Amma biz bunu başa düşə bilmirik. Çünki televiziya bizi pis öyrəşdirib. Bizi pis öyrəşdiriblər, pis yetişdiriblər. Onların işi budur ki, kəndiri bizim boynumuza salıb, istədiyi istiqamətə aparsın. Düşünmək fürsəti verməsin. Bilirsiniz nə qədər hisslərimizə təsir qoyurlar. Vallah biz bilmirik ki, bir filmə baxanda ruhumuzda nələr baş verir. Hansı hissləri təhrik eləyib hara aparırlar bizi. Nə qədər içimizdə hal dəyişikliyi olur, nələr baş verir, ruhumuzla neynir, onu biz anlaya bilmirik tam incəliyinə. Elə pis öyrəşdiriblər ki, pult əlimizdədir, o kanala çeviririk, bu kanala çeviririk, yəni ruhum sənin ixtiyarında. Nə istəyirsən, hansı əməliyyat istəyirsən, apar ruhumun üzərində. Tənbəl olmuşuq biz. Allahdan da intizarımız budur ki, ilahi sən də gəl mənə ovla apar. Allahdan da belə məntiq gözləyirik. Başqaları belə aparır, amma Allah deyir, bağışlayın. Mən sizi insan hesab eləyirəm. Zəhmət çəkin, özünüz gəlin. Digərləri oğurlayır, oğurlasınlar. Onlar sizi insan hesab eləmir, sizlə belə davranırlar. Dinin elə dünya ilə davası bugün budur ki, başqa məktəblər bilməlisiniz ki, qarşınızda dayanan insandır. Din bunu deyir. Yaddan çıxartmayın, siz insana xitab edirsiniz, insanla iş görürsünüz. Bu insanı bu qədər alçaltmayın. Din niyə fəsadı qadağan eləyib, bilirsiniz? Niyə deyir fəsad təbliğ eləmək qadağandır? Çünki olmaz, bu insanda şəhvət hissi var, təbii mən yaratmışam. Onun da hikməti var, niyə yaratmışam. Sən o hissdən istifadə edib onu başqa yerə aparma. Sən şəhvət kəndirini onun boynuna salıb haqdan azdırsan, deməli sən bunu insan hesab eləmirsən. Əsarətin bir növüdür bu, insanı əsir eləyirsən. Allah isə başqa cür davranır. Biraz qarışıq, açıq deyir Allahın işləri, başqa işlər kimi. Görürsən, biri halaldan qazanır, kasıbdır. Biri haramdan qazanır, zəngindir. Niyə belədir? İlahi, elə ki, elə bu namaz qılanların hamısının pulu olsun, hamı namaza gəlsin. Yox, olmaz şirinişləndirməklə haqq yola çağırasan. Mən demirəm ki, insan dindar oldusa hökmən fəqir olmalıdır. Yəni, olur belə. Bəzən görürsən, ibadət eləyən adam xəstədir. Allahı tanımayan adam sağlamdır. Bu qaydaları elə tənzimləyərdin ki, insan elə ibadətə gələn kimi zahiri müvəffəqiyyətlər olardı, cəmaat dinə gələrdi. Allah deyir, mənə belə bir insan lazımdır. Mən istəyirəm, bu düşünsün, tapsın, özü axtarsın, bu yolun düzlüyünü anlasın, haqlılığını başa düşsün. Şirinlikləndirməklə və bu dolayısı vasitələrlə insanları haqqa dəvət eləmək olmaz. Ona görə bəzən dinin bazarı kasad olur. Başqaları tez aparır, tez ovlaya bilir. Allah istəyir ki, insan ağılla gəlsin, insan qiymətli bir varlıqdır ona görə. Bəs Allah rəhəmlidir. Axı Allah deyir, rəhəmlidir, insanın hidayətini istəyir. Allah rəhəmlidir, amma insana rəhəmlidir, insana. Allah istəyir biz hidayət olaq, amma biz insanıq, onu yaddan çıxartmayaq. İnsan kimi gəlsin. Rəhmət elə budur, Allahın rəhməti elə budur. Allah istəyir ki, biz kamil olaq. Çünki cənnətə getməyin yolu kamillikdədir. Kamil olmaq necə olur? Ağılla, düşüncə ilə, haqqı tapmaqla. İnsan bunu başa düşəndə namazda ihdina sıratal müstəqimi ləzzətlə deyəcək. Məni doğru yola yönəlt, bizi doğru yola yönəlt. Biz ancaq bilirsiniz Allahı nə vaxt sevirik? Duamız qəbul olanda. Amma bəzən qəbul olmayanda da sevəsən. Çünki demişəm məni hidayət elə, sən bilirsən ki, bu iş gərək olsun ya olmasın. Qəbul olmayıb, deməli mənim məsləhətimdir. Hidayətim buna bağlıdır. Bəzən bilirsiniz bizim dualarımız niyə qəbul olmur? Ona görə ki, namazda deyir, ihdina sıratal müstəqim. İstəyirsiniz bəzi dualarınız qəbul olsun, namaz qılmayın. Namaz qılmayanda çox istədiklərimiz həyata keçəcək. Biraz namazın da əks təbliğat aparaq da namaza qarşı. Bəzən namaz mane olur bizim bəzi istəklərimiz qəbul olsun. Ona görə ki, deyir, ihdina sıratal müstəqim, bizi doğru yola yönəlt. Bizi doğru olan yola yönəlt. Doğru olan yola yönəlt dedinsə, onda özü biləcək ki, sənin hidayətin nəyə bağlıdır? Sənin hidayətin nə üçündür? Hansı səbəblərdəndir? Amma namazı atmaqdan daha yaxşısı budur ki, hidayətin mənasını başa düşək. Onda da gileylənməyəcək. Başımıza gələn bütün hadisələri hidayət proqramının bir halqası, bir bəndi kimi qəbul edəcək.
özümüzü həvalə eləyək Allaha. Allah özü bilsin bizlə necə davransın. Dinin istəyi insandan budur. Allah mürəkkəb qanunlarla dünyanı idarə eləyir. Hər şey aydındır.